Salam dostlar, deməli Cruze 2012 1.4 turbo bagajın knopkası xarab olmuşdu. Belə bir relay ilə açılırdı və mən istədim ki bagajın knopkasını ucuz özüm düzəldim və adi bir dənə knopka qoyum və buradan salondan bu hissədən knopka ilə bagaj açılsın. Belə bir şey getdim dükandan aldım. Cəmi belə deyək də şnur və bu şteker bir yerdə 2 manat 30 qəpik tutdu. Normalda bagajın knopkası yəqin ki 20-30 manat olar. Və indi mən bunu bu bagaj düyməsini bura qoşacağam və bagaj içərdən salondan asılacaq. Normalda elə maşınlar da var. Misal üçün məndə əvvəl Prior olub 2013. Orada salonda knopka olurdu bagajın açılması üçün. Belə bir şey düzəldib sizlərlə hər birinizlə paylaşacağım.